Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. İmam Cavad əleyhissalamın şəhadəti münasibəti ilə başda İmam Zaman Əcəlallahu Teala Fərəcəhu Şərif olmaqla bütün möminlərə başsağlığı deyirik və inşallah Allahu Teala'dan istəyirik ki, o böyük həzrəti inşallah bizlər üçün qiyamət gündə şəfaatçı qərar versin və istərdik ki, bugünkü mövzumuzu o həzrətin həyatına qısa bir baxışla başlayaq və danışaq, söhbət açaq. Və bildirək ki, İmam Cavad əleyhissalam, İmam Rıza əleyhissalamın şəhadətindən sonra imamət məqamına çatdı və 8 yaşında ikən ilahi hakimiyyətə çatmaq üçün möminlərə imamlıq etdi və 25 yaşında şəhadət çatdı. Və iki məlun, zalim, riyakar, hiləgər Abbasi xəlifəsinin dövründə olub Məmun və Mu'təsim. Və bu iki məlun xəlifənin Abbasi xəlifəsinin dövründə İmam Cavad əleyhissalam onlara qarşı mübarizə aparırdı və heç bir zaman da geri çəkilmədi. Bütün şərtlərə, çətinliklərə dözdü və o zamanın repressiyalarına qarşı mübarizə apardı və fəaliyyət göstərdi. Abbasi xəlifələrinin o zaman bir metodu var idi. O metod ondan ibarət idi ki, istəyirdilər ki, imamları, İmam Rıza əleyhissalamı, İmam Cavad əleyhissalamı bir diskusiyalar, mübahisələr, münazirələr təşkil etməklə zədələmək istəyirdilər. Və bu heç bir zaman alınmayıb. İmam Rıza əleyhissalamın dövründə Məmun dəfələrlə bunu etdi və pərt oldu özü və ətrafındakılar, tərəfdarları ilə birlikdə. Və İmam Cavad əleyhissalamın dövründə də bunu etmək istəyirdi. İmam Rıza əleyhissalamın dövründə müxtəlif ölkələrdən yığılışıb gəlirdilər, müxtəlif yerlərdən, xüsusən Məmun bunu təşkil edirdi və onları dəvət edirdi, getirirdi Abbasi xilafətinə ki, İmam Rıza əleyhissalamla bəhs etsinlər, münazirə etsinlər, diskusiya etsinlər və İmam Cavad əleyhissalamın dövründə də belə oldu. Mu'təsim Abbasi xəlifəsi bu işi görürdü və məqsədləri o demək deyildi ki, nəyisə ortaya çıxarsınlar, həqiqəti aşkar etsinlər. Əksinə, istəyirdilər ki, imamların o elmini, yəni imamların o nüfuzunu zədələsinlər və bunun üçün çalışırdılar. Və elə düşünürdülər ki, imam 8 yaşında olarkən, yəni İmam Rıza əleyhissalam kimi məsələn o yaşda olan imamın elmini əldə edə bilməz və yaxud da ki, o elm onda ola bilməz. Ağılları özlərinə gedirdilər və elə hesab edirlər ki, imamlar da müəyyən sualların, çətin suallar yarandıqda onlara cavab verə bilməyəcəklər və bunu istəyirlər ki, göstərsinlər və çatdırsınlar. Belə bir məsələləri ortaya ataraq diskusiyalar edirdilər və münazirələr keçirdilər. Amma İmam Cavad əleyhissalam yaşının az olmasına baxmayaraq elm lədunisi ilə bütün suallara cavab verir və əksinə olaraq onların gözlədiyi nəticələr əldə olunmurdu bu diskusiyalardan, münazirələrdən. Əksinə onlar özləri cəmiyyət arasında pərt olurdular. Və İmam Cavad əleyhissalamın 25 yaşında, yəni cavan ikən şəhid olmasına nə səbəb oldu? İmam Rıza əleyhissalam, İmam Cavad əleyhissalam diskusiyalar edərkən məqsədləri, yəni bu münazirələr apararkən məqsədləri, həqiqətləri insanlara çatdırmaq idi. Yəni, həqiqətlər ondan ibarət idi ki, Abbasi xəlifələri olsun, istər ondan öncəki Əməvilər olsun, Bəni Üməyyə olsun, bunlar imamların haqqını qəsb ediblər. Və bu xilafət onların haqqı deyil. Müsəlmanlara onlar başçılıq edə bilməzlər. Və bu həqiqətləri İmam Cavad əleyhissalam cavan ikən insanlara çatdırırdı. Və bu münazirələr vasitəsilə və bunları deməklə, istər İmam Rıza əleyhissalam olsun, istər İmam Cavad əleyhissalam olsun, bu elmi münazirələr vasitəsilə həqiqəti cəmiyyətə çatdırırdı. O zamanki insanlara çatdırırdı və bugün də onu bizlərə başa salmaq istəyir. Və imamların həm təşkilatlarının olması və bu təşkilatlara imamlıq etməsi və onların günü-gündən artması, dirçəlməsi və həm elmi cəhətdən Abbasi xəlifələrinin
susturması və onların dövründə olan, belə deyək, alimləri susturması həsəddən, həsadətdən, paxıllıqdan imama qarşı və kin-küdurətdən və qorxudan ki, artıq cəmiyyət imamların haqq olduğunu başa düşür və bunların haqq olduğunu başa düşür və buna görə də imama qarşı bu sui-qəsdləri, terrorları həyata keçirirdilər. İmamları, yəni İmam Cavad əleyhissalamı şəhid etdilər. Və İmam Cavad əleyhissalam elmi münazirələrlə başa salırdı ki, onlar birbaşa olaraq ilahi qanunları, belə deyək, öz fikirləri ilə yozurdular. Nəinki Allahın göndərdiyi sünnət vasitəsilə, ilahi qayda qanunlar vasitəsilə, bəlkə öz qiyasları, öz fikirləri ilə, bidətləri ilə Allahın sünnətində, Allahın qoyduğu qayda qanunlarda dəyişikliklər ediblər. Və onları da, qeyd edək ki, İmam Cavad əleyhissalam öz münazirələrində başa salırdı və elmi cəhətdən Quran və hədislərlə başa salırdı və onlar da cəmiyyət arasında və elmi münazirələrdə abırları getdiyini görürdülər. Misal olaraq qeyd etmək olar ki, oğrunun əlinin kesilməsi münazirəsi ki, məşhur bir münazirədir. İmamın diskusiyasıdır, İmam Cavad əleyhissalamın və 25 yaşında o dövrdə İmam o dövrün, yəni Abbasi xəlifəsinin, o dövrki xəlifənin, Mu'təsimin Bağdaddakı qazisi olan İbn Əbi Duadla edilən münazirədə, oğrunun əli kesilməsi münazirəsində İmam birbaşa olaraq, İmam bu münazirədə, yəni İbn Əbi Duadla olan münazirəsində, oğrunun əlinin kesilməsi məsələsində birbaşa olaraq bu qaziyə, yəni hakimə, Bağdadın hakiminə səhv olduğunu bildirdi. Yəni əlin kesilməsini hamı qəbul edirdi. Sadəcə olaraq haradan kesilməsi ixtilafı var idi. Və İmam Cavad əleyhissalam birbaşa olaraq Quran ayələrinə və Peyğəmbərin hədisi vasitəsilə bunu sübut edir ki, yalnız və yalnız barmaqlar kesilməli kifayət edir. Bununla da onlar başa düşdülər ki, səhv hökmlər verirlər. Həsəddən məcbur oldular ki, artıq imama qarşı terror həyata keçirsinlər, yəni sui-qəsd həyata keçirsinlər və imamı şəhid etsinlər. Ona görə ki, artıq cəmiyyət, o dövrki cəmiyyət və digər mənsəbin nümayəndələri artıq həqiqətləri görürdü və başa düşürdülər ki, imam həqiqətən də bir elmə malikdir, ilahi bir elmə malikdir və bunların bidətlərin qarşısında ilahi elm vasitəsilə elə cavablar verir ki, yəni öz bidətləri müdafiə edə bilmirlər. Və bu da ondan ibarət idi ki, imam birbaşa onlara göstərirdi ki, Əbbasi xəlifələrinin qoyduğu və Əbbasi xilafətin qoyduğu qanunlar ilahi qanunlar deyil. Ola bilər hər hansı aydın və açıq, aşkar, sərih Quran ayələri ki var, onlar ola bilər ki, Əbbasi xilafətində birbaşa icra edilirdi, amma çox qanunlar ilahi qanunlar deyildi. Birbaşa olaraq öz fikirləri, öz məhsulları və bidətdən başqa bir şey deyildi. İmam da bunlarla mübarizə aparırdı və birbaşa olaraq onların qanunlarının bidətdən ibarət olduğunu və ilahi qanun olmadığını elmi vasitələrlə sübut edir. Nəinki qanunlarının, hətta xəlifələrin özünün, Abbasi xəlifələrinin özünün belə qeyri-qanuni olduğunu və ilahi qanunlarla xəlifə seçilmədiyini və Allahın xəlifəsi olmadığını, bundan əlavə olaraq qəsbkar olduğunu, tağut olduqlarını açıq-aşkar sübut edirdi. Və buna görə də imamı 25 yaşında şəhid etdilər. Esselamu aleykum və rəhmətullahi və bərəkətuhu.